Keçən dəfədən soruşursunuz ki, evdə niyə bomjlar kimi kurtka papaqda gəzirsən? Başın xarab olubdu? Yox, başım xarab olmayıb, ağlım da yerindədir. Sadəcə qazımızı kəsiblər. Ona görə də çarəni bu formada tapdım. Məcbur maaş gəlinə kimi evdə belə dolaşmalıyam. Amma nə olur olsun, yenə keyfimdən qalmıram. Bu səfər yeni bir tort sifariş verdim. Dedim, madəm ki 48 kiloyam, yeyib kökəlmirəm, bundan istifadə eləyim. Dünənlərin bir xanım mənə yazdı. Dedi ki, bəs Aksana xanım, sizin video qarşımıza çıxıb, biz də sizə belə bir tort hədiyyə göndərmək istəyirik. Mən özüm də evdar xanımam, evdə tortlar hazırlayıram. Mənə dəstək olarsınızmı? Gördüm zəhmətkeş, öz ayaqları üzərində bacarmağı duran, öz ayaqları üzərində durmağı bacaran, xanımdır. Dedim, niyə də yox, öz həmcinsimə dəstək olum. Çünki mən də əziyyət çəkməyin nə olduğunu bilirəm. Ona görə də mənə belə bir qaşaq tort hədiyyə elədilər. Yəni, biz ləzgilərdə yalan olmaz. Həqiqətən öz pulumuz alanda deyirəm ki, öz pulunu almışam, reklam olanda deyirəm ki, reklamdır. İndi bu tortun dadına baxacağıq, görək necə dadı var. Bu arada görüntüsü o qədər maraqlıdır ki, indi açıb göstərəcəm. Görüntüsünü göstərim. Görün nə qəşəng tort göndəriblər mənə. Ya, İnşallah aşmaz, yəni buradan tutum göstərim. Baxın da, baxın. Çəhrayı qızıl güllə çayı. Bax bu formada. Çox qəşəng. Çox qəşəng vanil qoxusu da var. Mən çox bəyəndim. Yəni normalda gözləyirdim, nə bilməyim, klassik tortlardan gözləyirdim, amma bu formada gözəl bir tortun gələcəyini gözləmirdim. Çox qəşəngdir, bilinçiklərdən hazırlanıb. Tarelkaya çıxartdım tortun bir dilimini. Qalan bir dilimdə podruqama saxlayacağam. Qalanı da mən yeyəcəm təbii ki. İndi görək dadı necədir. Görüntüsü çox qəşəng görsənir, həqiqətən dilim olaraq da. Əsas dadıdır. Xoşuma gəlsə, deyəcəm xoşuma gəlib, gəlməsə deyəcəm gəlməyib. Yəni reklamda olsa yalandan tərifləməyəcəm. Çox böyük dilim oldu, amma olsun. Göz haqqınızı hal eləyim, baxaq görək necə dadı. Elə bir marojna yeyirsəm. Çox yüngüldür. Özü içində şeydir, həm krem var, həm də karamel var. Yəni qarışıqdır. Meyvə yoxdur. Mən meyvəsiz zakaz verdim. Dedi meyvə olmasın da, yəni meyvəsiz istəyirəm. Dedi yaxşı. Baxın, baxın. Belə də görsənir. Nə çox şirindir, ürəyə vurmur. Yəni nə çox turşməzədir, çox tam yerindədir, yəni şirinliyi. Və çox yüngüldür. Elə bir marojna yeyirsən.